Masallı rayon polis şöbəsinin əməkdaşları rayon ərazisində narkokuryerliyə cəlb olunan 2 nəfəri saxlayıb. Bu dəfə onlar fərqli üsulla ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotiki aparmaq istəyiblər. Rayon ərazisindən keçirərək Bakı şəhərinə aparmaq istəyiblər. Həmin şəxslər qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilmiş narkotiki özlərinin avtomobilinin yük yerinə yükləyərək, daha sonra avtomobil güya nasazdır deyə əraziyə evakuator xidmətinə zəng edərək əraziyə evakuator çağırıblar və avtomobili həmin evakuatora yükləyiblər. Rayon ərazisindən çıxmaq istəyərkən, yəni üzü paytaxta Bakı şəhərinə getmək istəyərkən, Masallı rayon polis şöbəsinin əməkdaşları dərhal onları saxlayıb və avtomobilin evakuatorun üstündə olan avtomobilə baxış keçirilərkən içərisində, yəni arxa hissəsində, avtomobilin bağac hissəsində belə deyək, narkotik aşkarlanıb. Artıq hər iki şəxs saxlanılıb və faktla bağlı Masallı rayon polis şöbəsində araşdırma aparılır. Yəni mən özüm artıq 22 ilə yaxındır ki, Cənub bölgəsində televiziyada fəaliyyət göstərən, müxtəlif zamanlarda narkotiklərlə bağlı tədbirlərdə, polisin keçirdiyi tədbirlərdə iştirak etmişəm. Müxtəlif vasitələrlə ölkəyə narkotik gətirən şəxslərin saxlaması istiqamətində polisin gördüyü tədbirləri çəkib işıqlandırmışam. Yəni dəniz vasitəsilə üzərək İrandan Azərbaycana gələn, İran belə deyək, vətəndaşının saxlanılması, nə bilim, avtobusun içərisində ziyarətdən gələndə belə deyək, çərçivə şəklinin içində narkotik, ayaqqabının içərisində, mədəsində narkotik gətirən, yəni müxtəlif növdən istifadə edilir və sağ olsun Azərbaycan polisi hər zaman da bunun belə deyək, qarşısını alması istiqamətində tədbirlər görür. Bu sujeti indi paylaşıram YouTube kanalımızda, yəni tam olaraq YouTube kanalımızdadır. Bizi izləyin, YouTube kanalımıza zəhmət olmasa abunə olun. Mm-hmm.